Salam hörmətli izləyicilər, Neytral Zonada xoş gördük. Bu dəfəki mövzumuz Ermənistan-Azərbaycan münasibətləri, son günlər ümumiyyətlə atəşkəsin pozulması və regionda gözlənilənlərlə bağlı olacaq. Biz bilirik ki, uzun müddət idi ki, şərti sərhəd istiqamətində Ermənistanla Azərbaycan arasında demək olar ki, atəşkəs pozulmurdu. Amma Paşinyanın məlum bir bəyanatı oldu ki, bildirdi ki, artıq bu regionda sülh olmayacaq, bu regionda artıq eskalasiya mümkün deyil. Elə bunun dərhal ardınca Ermənistan parlamentinin sədri də belə bir açıqlama vermişdi ki, əslində regionda müharibə ehtimalı yenidən var və yenidən güclənir. Və bunların ardınca Ermənistan Xarici İşlər Nazirliyi, Azərbaycan Xarici İşlər Nazirliyi hər iki tərəf bəyanat verdilər ki, artıq sülh müqaviləsi yaxındır. Hətta Ermənistan tərəfi bildirdi ki, istənilən bir vaxt, yəni Azərbaycan tərəfi vaxt və zaman desin, harda lazımdırsa bu sülh müqaviləsini həll edə bilək. Amma təbii ki, bütün bunların fonunda hətta deyərdim ki, Azərbaycan cəmiyyətində və Ermənistan cəmiyyətində də bir sülh havasına girilmişdi. Amma birdən-birə yenidən şərti sərhəddə atəşkəsin pozulma halları yaşandı. Və düşünürəm ki, əslində bunlar hamısı gözlənilən bir məsələ idi. Atəşkəsin pozulacağı, atəşkəsin ümumiyyətlə gərginliyin olacağı gözlənilən bir məsələ idi. Dəfələrlə bildirmişəm. Çünki bu regionda nə qədər ki maraqlı dövlətlər var, nə qədər ki Rusiya və Amerika və yaxud da ki Qərblə Rusiya bu region uğrunda mübarizə aparır. Hesab edirəm ki, bu region uğrunda gərginlik, bu regionda gərginlik olacaq, artacaq və biz bunları gözləməliydik. Və regiondakı gərginliyin əsas səbəblərindən biri də Amerika ilə İran arasında olan baş verən münasibətlərdir. Ümumiyyətlə iddialar var ki, Amerika İrana zərbələr endirmək niyyətindədir. İran tərəfi də konkret olaraq bildirir ki, bu zərbələrə, bu vəziyyətə hazırdılar. Amma bizim diqqətimizi çəkən nə var? Əgər Amerika ilə İran arasında hansısa bir toqquşma baş verəcəksə, Ermənistan və Azərbaycan ümumiyyətlə bu regionda münasibətlər necə həll olacaq? Birinci buna baxmaq lazımdır. Düşünürəm ki, Ermənistanla Azərbaycan arasında əgər İran və Amerika arasında toqquşma olacaqsa, Ermənistan-Azərbaycan arasında da mütləq şəkildə bir toqquşma baş verəcək. Çünki bu qaçılmaz olacaq və bu bir həm də hətta deyərdim ki, bu bir fürsət olacaq. Yəni, əgər Azərbaycan tərəfi sözün əsl mənasında Zəngəzur dəhlizinin açılmasını istəyirsə və bu dəhlizi əldə etmək istəyirsə və bura nəzarət eləmək istəyirsə, düşünürəm ki, Azərbaycan tərəfi bu fürsətdən istifadə edə bilər və yaxud da Ermənistan tərəfi bu fürsətdən istifadə edə bilər və yaxud da ki, Rusiya ümumiyyətlə bu regionu tamamilə nəzarətinə götürmək üçün addımlar ata bilər. Burada bir önəmli bir məqam var. Önəmli məqam odur ki, zamanında müstəqillikdən düz başlayaraq Azərbaycan ərazisində bir Azərbaycan ümumiyyətlə Azərbaycan ərazisində bir Ermənistan işğal faktı olmuşdu və Azərbaycan ərazisində bir münaqişə ocağı yaradılmışdı. Və o 30 il müddətinə Rusiya bu münaqişə ocağından istifadə edərək bu regionu idarə eləyirdi və dövlətlərə təsir eləyirdi, təzyiq eləyirdi. Təkcə elə biz götürək Rusiyanı yox, elə həm də ATƏT-in Minsk qrupu adı altında Amerika və Fransa da bu regiona təsir eləyirdi, təzyiqlər göstərirdi və bu regionu hansısa bir formada anlaşaraq bu region üzərindən fəaliyyət göstərirdilər. Amma indiki məqamda mən düşünmürəm ki, Azərbaycan ordusunun gücü, səviyyəsi və hazırlığı ümumiyyətlə onu deməyə əsas verir ki, əgər bir münaqişə olacaqsa, bir münaqişə ocağı yaradılacaqsa, bu dəfə bu Azərbaycan ərazisində yaradılmayacaq. Böyük ehtimalla bu ərazi elə məhz Ermənistan ərazisində baş verə bilər. Hesab edirəm ki, bu belə bir baş verə bilər. Və təxribatlar da onu göstərir ki, əslində bu təxribatların sayı da, miqdarı da arta bilər və tamamilə fərqli bir təxribatlara yol aça bilərlər. Ona görə də indiki mərhələdə hesab edirəm ki,
biz sülhdən daha çox təxribatların olacağını ən azından gözləməliyik və burada önəmli bir faktor odur ki, həm Azərbaycan tərəfi, həm Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun ümumiyyətlə tamamilə ləğvini istəyir, tələb eləyir. Və burada Rusiya faktorunu ona görə mən qabardıram ki, Rusiya tərəfi də açıq şəkildə bəyanat verir ki, ATƏT-in Minsk qrupu bərpa edilə bilməz. Və bu o deməkdir ki, əslində bu regionda toqquşma baş verəcəksə, bu regionda yenidən eskalasiya baş verəcəksə, bunun sifarişçisi və yaxud da ki, bunun birbaşa eləyən tərəf məhz Rusiya olacaq. Rusiya istəyəcək ki, bu regionda vəziyyət gərginləşsin və yenidən bu regiona öz istədiyi formada təsir eləyə bilsin, təzyiqlər göstərə bilsin. Və ona görə də indiki mərhələdə hesab edirəm ki, Rusiyanın atdığı addımlar, ümumiyyətlə Ermənistanın da atdığı addımlar onu göstərir ki, proses birbaşa Rusiyaya bağlıdır. Məsəl üçün, dünənə qədər Ermənistan daha çox Avropa İttifaqı ilə, Avropa ilə hansısa bir formada razılıq əldə etməyə çalışırdısa, hətta Avropa İttifaqına girmək istəyirdisə, son günlər Rusiya ilə Ermənistan arasındakı görüşlərə biz diqqət eləsək, görürük ki, Ermənistanın tutduğu xətt tamamilə dəyişib. İndi Ermənistan özünü daha çox Rusiyaya yamamağa çalışır və Rusiyanın yanında olmağa çalışır. Və ona görə də biz bu məsələyə bir qədər geniş baxmaq lazımdır və nə qədər də biz burada Rusiyanın sanki Cənubi Qafqazdan çıxarılmış kimi göstərilsə də və yaxud da ki, Cənubi Qafqazda zəiflədiyi kimi göstərilsə də, amma görünən odur ki, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın bu regiona yenidən ən azından təsir etməyə çalışacaq və yaxud da ki, təsir dairəsini genişləndirməyə çalışacaq. Bəzən iddia edirlər ki, Rusiya Ukrayna müharibəsindən sonra Cənubi Qafqaza hərbi güclə gələ bilər. Mən düşünmürəm, yəni hərbi güclə gəlsin. Rusiyanın ümumiyyətlə idarəçilik və yaxud da ki, imperializm siyasətində hərbi gücdən bəzən Azərbaycan və yaxud da ki, Ermənistan, ümumiyyətlə Cənubi Qafqaz ölkələri Rusiya üçün indi Rusiyanın tərkibində olmağı daha sərfəlimi görünür, yoxsa Rusiyanın ümumiyyətlə nəzarətində olmağımı Rusiya tərəfdən biz baxanda görünür ki, Rusiya istəyəcək ki, burada müstəqil dövlətlər qalsın, amma onun təsir dairəsində və məsəl üçün bir şeyə diqqət eləmək lazımdır. Rusiya sanksiyaları əslində postsovet ölkələri vasitəsilə yardı. Yəni Amerikanın və Avropa İttifaqının sanksiyalarını məhz postsovet ölkələrinə yaldı. Amma bu postsovet ölkələri əgər müstəqil olmasaydılar, elə Rusiyanın tərkibində olsaydılar, Rusiya bu sanksiyaları necə yaracaqdı? Bax, bu da çox incə bir məqamdır. Hesab edirəm ki, bu məqama da diqqət eləmək lazımdır. Ona görə də indiki mərhələdə Rusiyanın bu regionda aktivləşdiyinin və ümumiyyətlə Rusiyanın aktiv siyasət həyata keçirdiyinin şahidi oluruq və Amerikanın əslində Ermənistana göndərəcəyi hərbi texnikaların və yaxud da ki, digər formada Ermənistanla hansısa bir hərbi əməkdaşlığının da düşünürəm ki, bu Azərbaycandan daha çox İranla bağlıdır. Hətta iddia eləyə bilərəm ki, bu yöndə Rusiya ilə Amerika arasında bir anlaşma da var ki, onlar bu məsələdə, bu region uğrunda yox, tamamilə fərqli bir yer uğrunda hansısa addımlar atacaqlar. Amma hər halda proseslər hələ ki, düşünürəm ki, başlamayıb, proseslər hələ başlanğıc mərhələsindədir. Yəni, əslində planlar, proqramlar çoxdandan qurulub da, sadəcə olaraq sahədə bu proseslərin biz indi başlamadığının, hələ aktiv şəkildə həyata keçmədiyinin şahidi oluruq. Amma bir müddətdən sonra, hətta deyərdim qısa bir müddətdən sonra bu prosesin yenidən aktivləşəcəyinin ən azından şahidi olacağıq. Və düşünürəm ki, İran-Amerika toqquşması olacaqsa, bu ən çox təsir edəcək regionlardan biri Cənubi Qafqaz olacaq. Çünki İran birbaşa Cənubi Qafqazda, yəni ən azından Azərbaycan və Ermənistanla sərhəddə yerləşir və İranın ümumiyyətlə təkcə bizdə Azərbaycanda nədənsə ancaq qaçqın axınını da nəzərdə tuturlar, qaçqınlarla bağlı fikirləri ön plana atırlar. Amma düşünürəm ki, bu təkcə qaçqınlarla bağlı olmayacaq və bu regionda çoxlu sayda təxribatlar törədilə bilər və yaxud da ki, hətta deyərdim bu regionu iflic vəziyyətinə də gətirə bilər. Ona görə də əvvəlləri də demişəm, indi də deyirəm ki, Azərbaycan cəmiyyəti ən çox psixoloji və informasiya müharibəsinə hazır olmalıdır. Burada Azərbaycan mətbuatının üzərinə də çox böyük yük düşür
ki, bu məsələni ən azından insanları maarifləndirsinlər və yaxud da ki, hansısa qabaqlayıcı bir tədbirlər görsünlər, addımlar atsınlar. Amma təəssüf ki, biz bu sahədə bir qədər ləngiyik, bir qədər geridə qalırıq və ona görə də qarşı tərəfin informasiya müharibəsi, qarşı tərəfin psixologiya müharibəsi daha çox effekt verir və bunun üzərində hesab edirəm ki, Azərbaycan tərəfi ciddi şəkildə işləməlidir. Əslində görünən odur ki, yaxın zamanlarda, yəni hətta iddialar var ki, aprel ayında, may ayında bu regionda bir qədər qarışıqlıq olacaq, bir qədər regionda gərginlik olacaq və Ermənistan tərəfinin ümumiyyətlə şərti sərhəd istiqamətinə qoşunlar cəmləşdirməsi ilə bağlı, ora hərbi texnikalar yığması ilə bağlı da informasiyalar var və əgər bir tərəf bunu edirsə, digər tərəf də bunu etməyə, bunun qarşılığını verməyə məcburdur. Əgər şərti sərhəd istiqamətində, əgər tərəflərin qoşunları cəmləşirsə və sayları çoxalırsa, bunun nəticəsinin nə olacağını demək o qədər də çətin deyil. Ümid edirəm ki, müharibə olmaz, ümid edirəm ki, böyük bir toqquşma olmaz. Amma bu toqquşma olsa, Azərbaycan tərəfi nəinki Zəngəzur məsələsi ilə bağlı, ümumiyyətlə digər məsələlərlə bağlı böyük addımlar atmalıdır. Türkiyə faktoruna gəldikdə, bu regionda Türkiyənin gücü o qədər deyil. Türkiyənin həm Suriyadakı proseslərə çox güc sərf eləyir, həm də Türkiyənin daxilində baş verən prosesləri izləyirik və bilirik ki, orada da çox çətin anları yaşanır. Ona görə də hesab eləyirəm ki, Azərbaycan özünə güvənməlidir, öz ordusuna güvənməlidir və cəmiyyətə və ictimaiyyətinə əslində güvənməlidir və yaxud da ki, cəmiyyətlə, ictimaiyyətlə birbaşa dövlətin vəhdətliyini əldə etmək lazımdır. Bunlar olmasa Azərbaycan üçün düşünürəm ki, çətin olar. Ümid eləyək ki, heç bunların heç birinə gərək qalmaz, amma hər halda regionda vəziyyətin gərginləşəcəyi, vəziyyətin ümumiyyətlə gərgin olacağı gözləniləndir. Bayramınız mübarək, neçə gözəl Novruzlara. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.